Allah'ın salamı olsun hər kəsin üzərinə. Amin. Qurban olum Allah'a. Deməli, mənim mamamda da var, ayağında, dizində daha doğrusu var idi. Əvvəl dəhşət, indi neçə illərdir bu adam dedilər, ən çox toka gedirdi, müalicə edirdi dizinin ağrısına. Ancaq xeyri olmadı. İndiyə qədər də axsıyır, amma çox dəhşət ağrılar çəkildi, yeriyənmirdi. Məndə də oldu bu bir dəfə. Onun necə müalicə üsulu var, yəni həqiqətən məndə sağaldılar, tam keçdi. İndi axşam biraz başlayıb, o da həmən o şeylər, yəni bir dənə onu dedim ki, kalsiyi, sürüyə mənə nə lazımdır? Kalsiyi, D vitamini, D3, mən kalori ilə istifadə edirəm, çünki aptekə gələndə D vitamini, o 18-20 ilə yuxarı qiymətlərlə verirlər ki, ən yaxşısı əslində 4 manatlıq aldığımda həmən keyfiyyətdə 150 sıxlığını 50 az dozadır. Heç nə, ildə bilir, amma 6 aydan bir kalsiyen çox atanda da olmaz. 6 aydan bir 2 dəfə atmışdım, 3 aydan bir eləmişdim. Sonra 6 ay elədim, ondan sonra biri, ildə bir dəfə elə bu kalsiyeni atdım, əvvəl ildə 2 dəfə də. Onunla da bir də deyir susamlı pasiyanla da deyildi. İndi biz günəşə çıxmırıq, 5 ayda da günəşə çıxırıq, çığır. Heç onun sağaldı bizim, sap sağlam. Mamamın içindən pis gündəydi, mən sərvis götürürdüm. Səhər duranda gecə ağrılar, mən səhər durub çönə bilmirdim. Bizim sınıq kimi küçədə yeriyənmirdim. Elə bilirdim ki, sonra gəlmirdi. Sonra pilləkənlər düşür çıxanda qışqıra-qışqıra düşür çıxırdım. Nə pis dəstə çıxırdı ağrılar mənimlə. Amma beləcə o, yəni, bunu ona görə mən bacardım ki, Allah tərəfinə əlkündür. Yəni, sümüyüm ağrıyırsa, sümüyün dərmanı nə ola bilər? Sümüyə nə çatmır, nə möhkəmləndirir, belə. Amma digər şeylərin, necə ürəyi falan xarab olsun, ürəyin də elə xəstələnmişdi, neynədim? Fikir vermədim, o naqurskadan qaçdım, hansı ki mənə yoruldu həmişə. Ürəyim hətta həkim deyir ki, ölə bilərsin, get müalicə olun. Müalicəyə də getmədim, o da sağaldı. Bu ağrılar var idi, dəhşətli ağrılar. Gürbəcə. Qurban onlarla, bunu paylaşırım ki, görəndə çox adam küçədə təli ilə gəzir, həkimə getdim, minlədim, danışır. Evdə var, belə sağaldı mənim dedim. Şükür Allah, İndicə kalsiyalı mənim onu da dedim. İndi yenə biraz başlayır, o neçə ildir kalsiyasıysan? Bir ildə atmamışam. Bir ildə alma bir dənə attım, o üstünü indi bəzliyim və dərman kutusunu, nə bilmə belə üstündə şəkil çəkmişdi, idman qədər sümüklər sağlam olur falan. Belə idman şəkili idi, idman şəkili. Sonra belə bəzək, parlaq edirlər falan. Onların, mən o axırıncı o bir ildə atdığımız mənə xeyir görmədim. Ay sağ ol. Əhəng idi o çox tərkibi. Sonra, amma əvvəl kalsifar var idi. Kalsifarı atan kimi nə gözəl təsir elədi. İndi onu da yığışdırdılar. Nə yaxşı təsir edir, yığışdırırlar. Derim görürsən mələ o, dünyanın 5 adam idarə edir, hansısa bir ailədir, nədir, onlar eləmir onu. Barmaqları yoxdur, zibilləri. Nəysə, yaxşı şeylər yığışdırırlar, bir-bir, pis şeylər var. Məsələn, dərman, bir dənə da demiş ki, Tural Abbaslı dedi, bir dəfə dedi, Almaniyadan dərman gətiriblər, Almaniya onu düzəldir də. Deyir, orada 80 neçə manat idi, yəni öz çıxan yerində. Amma deyir, bura gətiriblər 3 manat neçə qəpik dedi, nə deyir. Deyir, bu ola bilərmi ki, orada 80 neçə yolu gətirir, çıxa bura 3 manat neçə. Əhəngli olur ki, tərkibi çoxu. Nəysə, belə. Sağ olun, hələlik.